Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 23-cü sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Bizə Python proqramlaşmasından təyinat tipli bir sual verilib. Proqramımızı analiz edək birinci. Deməli, bir ədəd daxil etməliyik biz tam ədəd tipində. Aha. İlk başda S və K dəyişənlərinin qiyməti sıfırdır. Aha, görək dövr daxilində hansı hallarda bu dəyişənlərin qiyməti artacaq. Deməli, birinci daxil etdiyimiz ədədi sıfırla müqayisə edirik. Ədədin burada qalıq. Burada isə tam hissəsini tapırıq. Daha sonra if şərtində ədədin qalıq hissəsinin 2-yə bölünüb bölünmədiyinə baxırıq. Biz də bilirik ki, əgər bir ədəd, misal üçün deyirəm, bir A ədədi 2-yə bölünəndə qalıqda əgər 0 alınırsa, deməli söz gedən ədəd nədir? Cüt ədəddir, düzdürmü? Amma burada bu işarə isə, bu nida bərabər işarəsi, bu adlanır fərqlidirmi? Fərqlidirmi? Yəni, əgər T ulduz 2 bərabərdirmi 0 olsa, bu adlanardı cütlük şərti. Yəni, ədəd cütdürsə, biz bu şərtə hə deyəcəkdik. Amma bu halda yazıldığına görə bu adlanır təklik şərti. Çünki əgər 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirsə, biz bunun daxilindəki bu əməliyyatları yerinə yetirəcəyik. Ona görə bu artıq burada təklik şərtidir. Yəni, verilmiş ədəd təkdirsə, həmin ədədin, baxın, biz bu hissədə deməli, rəqəmlərinin cəmini tapacaq. Bu hissədə isə K-da isə sayını tapacaq. Çünki K baxırıq ki, bir-bir artır, yəni say tapır burada. Hər dövr getdikcə, K-ya gəlib çatdıqca bir-bir artacaq. Yəni sayını tapacaq. S bərabər S plus T isə, bax, T burada nə idi? Ədədin qalıq hissəsi, düzdür? S başda 0 idi. S gələcək hər dəfəsində hansı hallarda ki, qalıq deməli tək ədəddir, o zaman həmin ədədləri cəmləmiş olacaq. Ümid edirəm fikrim aydındır. Yəni bu ilk başda bizim belə deyək analizimizdən çıxan nəticədir. Gəlin bir dənə 3 rəqəmli ədəd daxil edək və tam olaraq proqramın gedişatına baxaq. O zaman tam aydın olacaq ki, burada proqram nə iş görür. İlk başda belə deyim mən sizə, yəni test işləmədən, ədəd daxil etmədən proqrama nəticəni görmək olur. Əgər görə bilmiriksə, gəlin bir ədəd daxil edək, o zaman daha aydın şəkildə nəticəni əldə etmiş olacağıq. Baxaq. Yazıram n bərabər deyək ki, 254 ədəd. Belə bir ədəd daxil edək. Ya da 253 olsun gəlin. 253 ədədini daxil edək. Gəlirəm bura. 253 böyüdümü 0-dan deyirəm hə. O zaman t bərabər 253-ün ona bölünməsindən alınan qalığı tapaq. Yəni eləyəcək 3. N də bərabər tam hissə eləyəcək 25. İndi gəlirəm şərtə deyir ki, 3-ün 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Deyirəm hə. O zaman S bərabər S plus T. Yəni 3 plus S-in ilkin qiyməti 0-dır. İndi mən yer dəyişək yazım. S-in ilkin qiyməti 0 plus üzərinə gəlmiş T, yəni 3. Eləyəcək 3. K isə 1 vahid artacaq, olacaq 1. Əvvəl 0 idi, 1 vahid artdı, oldu 1. İndi gəlirəm 25 ilə dövrə daxil oluram. Böyüdümü 0-dan deyirəm hə. T burada qalığı tapacaq, eləyəcək 5, ona bölünməsindən alınan qalıq. N isə buradan eləyəcək 2. İndi gəlirəm, deyirəm ki, 5-in 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Deyirəm hə. O zaman S bərabər S plus T, yəni deməli, S-in son qiyməti 3 plus 5 eləyəcək 8. K yenə 1 vahid artacaq. 1 idi əvvəl plus 1 eləyəcək buradan 2. İndi isə gəlirəm yenə n-in son qiymətindən dövrə daxil oluram. N bərabər 2 qiymətindən. Gəl elə yazım da. Deyirəm 2 böyüdümü 0-dan? Deyir ki, hə. O zaman t bərabərdir. Baxın, bu hissədə bölünən bölündən kiçik olduqda bilirdik ki, qalıq halında bölünənin özünü qaytarırdı cavab olaraq. Tam hissədə isə 0 qaytarırdı. Yəni, əgər belə deyək, biz bilirdik ki, bu ifadə A-nın B-yə bölünməsindən alınan qalıq idi. Əgər burada bölünən bölündən kiçikdirsə, qalıq zamanı deməli, bölünənin özü qayıdacaqdır. Yəni, nəticə A olacaqdır. Yox, əgər A2, belə deyək, drop B isə A-nın B-yə bölünməsindən alınan tam hissə idi. Bu zaman A B-dən kiçik olduqda isə nəticəni 0 qaytarır Python. Gəlin bunu yoxlayaq birinci, daha sonra testimizə davam edək. Deyək ki, yazıram 2-nin 10-a bölünməsindən alınan qalıq. Gördüyümüz kimi, nəticə özündən kiçik olduğuna görə 2-ni qaytardı. 2-nin 10-a bölünməsindən alınan tam hissə isə nəticə bizə 0 qaytarmış olacaq. Buradan deməli, T olacaq buradan 2-nin özü, N isə olacaq 0. Daha sonra yenə T-ni, yəni 2-ni şərtdə yoxlayaq. 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Deyirəm, yox. Bu halda bunun daxilindəki bu ifadələr yerinə yetirilməyəcək. Gəlirəm n-in son qiymətindən yenə dövrə. N yəni 0-dır da, belə deyək. 0 böyüdümü 0-dan? Deyirəm, yox. Aha, şərtə yox dedik və dövrdən çıxdıq. Yekun nəticəmiz nə oldu? S üçün oldu 8, K üçün oldu 3. Hansı ədəd daxil etmişdik? 253 ədədini.
S nə etdi burada? 5 və 3-ü cəmlədi. Buradan aldı 8. Yəni ədədin tək rəqəmlərini cəmlədi. Bu iki rəqəmi cəmlədi, 8 aldı. K isə 2 idi. Yəni ədədin tək rəqəmlərini K saydı. Bu dövrün daxilində olan bu iki əməliyyat ədəd tək olduqda yerinə yetirilir hər ikisi. Ədəd tək olduğuna görə K burada deməli hər dəfəsində bir vahid artdı və tək ədədlərin sayını tapmış oldu. Deməli cavabımız nə olacaq? En natural ədədin tək rəqəmlərinin cəmini və sayını çap etmiş olur. Cavabımız olacaq C variantı. Ümid edirəm fikrim aydındır. Bu qədər sağ olun. Allah amanında.